İlk növbədə Bakı Şəhər İcra Hakimiyyətində sizi səmimi qəlbdən salamlayıram. Xoş gəlmişsiniz. Hesab edirəm ki, çox mühüm bir məsələ ilə əlaqədar bugün toplaşmışıq. Federasiyanın qərarı ilə 2026-cı il Bakı şəhəri dünyanın idman paytaxtı kimi iddialı oldu. Bu bizi çox sevindirir. Uzun illər möhtərəm prezidentin siyasəti və sərvərin nəticəsində Bakı şəhərində həm də bütün regionlarda idmana aid olan gözəl infrastruktur yaradılıbdır. İdman artıq bir normaya çevrilikdir və idman qurumları ünvanlı texniki bazası möhtərəm prezidentin siyasətinin nəticəsində çox möhkəmlədir və bugün bunun nəticəsini biz görürük və fürsətdən istifadə edib qonaqlarını sağlayaraq mən onlara öz Bakı ictimaiyyəti adından öz minnətdarlığımı bildirirəm. Hoş geldiniz Bakı şəhəri İcra Very much, Minister. Thank you very much, Mayor and Vice President of the Olympic Committee. Azerbaijan. Teşekkürler teşekkürler Bakı şəhərinin babası ve teşekkür edirik İlan Komitəsinin vice-prezidenti. I know Baku is a very important city in the world, not only for sport, but for a fantastic city. Ben Bakı'nı çok güzel hatırlayıram. Bakı benim için tek idman sayesinde mükemmellik değil, başka sahelerde de, diğer sahelerde de yaxşı tanınır. And we are happy that is present now Olympic Committee Azerbaijan with us. We have this protocol, the AHIS with Olympic Committee, European Olympic Committee. Biz bugün burada Milli Olimpik Komitəsine ve Avropa Olimpik Komitəsinin protokollarını her tarafa təqdim edirik. And I know that the president of the Olympic Committee is the president of the Republic of Azerbaijan. And now we arrived from Brussels when I received the plate from Principate of Monaco, was the capital sport this year. And now from Brussels I arrived with the delegation of Monaco and General Secretary of Affairs for consigning the plate for 1 year to Baku, World Capital Sport 26. Bu gördüğünüz lövhəni 2025-ci ildə dünyanın idman paytaxtı olan Monaco'dan Bakıya gətirmişik və bu günləri onu rəsmi olaraq Bakı şəhərinə təqdim edəcəyik.